Əhl-Beytin maarifin çatdırılmasında insanlar bir digərinə əl-ələ verməlidir, kömək eləməlidir. Kömək eləməlidir hamı bir-birinə. Məsumlardan hədisdir ki, Allahın rəhməti olsun o kəslərə ki, yığışırlar, bizim sirəmizi, bizim həyatımızı diri saxlayırlar, yaşadırlar. Canları ilə, malları ilə, pulları ilə, hörmətləri ilə, nüfuzları ilə, şöhrətləri ilə Əhl-Beyt maarifini yaşadırlar, Əhl-Beyti yaşadırlar, dini yaşadırlar. Neymətin kamalı ehtiyacların ödənməsidir. Bura qədər deyə bildim. Yaxşı. Misal çəkim sizə. Məsələn, nəzərə alın su. Su gedib ara çatmalıdır, yetişməlidir. Ağaca, gülə, gülün dibinə, çiçəklərin dibinə yetişməlidir ki, o güllər, çiçəklər çiçəklənsin, fidanlar ağac olsun. Yaxşı. Yaxşı, suyun kamalı budur da. Yoxsa su gedib yetişməsə o ağaclara, o güllərə, o çiçəklərə nə olar? Qalıb yığılsa bir yerdə bir müddətdən sonra gölməçə olar. Nəticə gölməçə ilənər. Cəmaat görər daha onsuz da oradan iyi gəlir, zibil atar. Bir müddətdən sonra olar nə? Zibilxana. Əks təqdirdə amma su axsaydı, ünvanlara, yerlərə çatsaydı, ətşan ağaclar, çiçəklər suvarılsaydı, əkin sahələri suvarılsaydı, onda nə olardı? Gül-gülüstan olardı. Su bəzi vaxtlar qalır, iylənir, gölməçə, zibilxana olur, bəzi vaxtlar yetişir ünvana, gül-gülüstan olur. İnsanda olan neymətlər də budur. Ya həmən neymətlər vasitəsilə biz gül-gülüstan yaradacaq, ya həmən neymətlər vasitəsilə biz neynəyəcəyik? Zibilxana yaradacaq, gölməçə yaradacaq. Su yetişdi, oldu gül-gülüstan. Yetişmədi, qaldı, iyləndi, çirkləndi, zibilxana oldu. Sənə verilən neymətlər də ehtiyacları ödəməlidir. O ağacların, güllərin, çiçəklərin, əkin sahələrinin ehtiyacı var. Biraz şairanə danışıram, amma başa düşürsünüz də, hə? Onlar ödənməlidir. Çatmalıdır yerinə. Yəni, sənə verilən neyməti ya şərə dəyişəcəksən, ya xeyrə. Neymət neytraldır, dayanıb ortada. Ya şər olacaq, ya xeyr, müğayət ol. Hər mənada neymət, əlvə gələn neymətlər. Bunlar bir də neytral zonada dayanıb sanki. Ya xeyrə çevirəcəksən, ya şərrə. O neymətlərdən də biri puldur. Ya şərr edəcəksən, ya xeyr. Qalıb sənə mənə. Ayə bax. Əyəhsəbun ənəmə numidduhum bihi min malin və bənin nusari'u ləhum fil xeyrat. Biz bunlara övlad vermişik, mal vermişik, dövlət vermişik, sərvət vermişik. Bunlar elə bilir, bunlara biz xeyr vermişik. Neymət vermişik. Xeyrə çevirmək üstün işimizdir. Pul olanlar, neymətiniz var sizin. O pulu indi xeyrə çevirirsiniz, şərrə sizə qalıb. Sənə qalıb, mənə qalıb. Bu yanaşma ilə baxanda su gülə, gülüstana, ağaca minnət qoymur. Deyir, ora yetişməsəydim, iylənəcəkdim. Su minnət qoymaz. Bəzi vaxtlar olur da, məsələn, adam görsən, ağız açırsan da indi, müəyyən ehtiyacları olur. Şəxsdən söhbət getmir, şəxsimizdən söhbət getmir. Görsən, bəzi insanları baxırsan, müəyyən qədər adam tuta bilir də, neçə illi çıxış edirsən. Görsən, simalarından bilirsən ki, ürəyin arazıdır. Sonra bəzi belə insanlar Allahdan danışır, Allaha qurban olum, canım ona. Qardaş, qurban olum, bildi mi? Yaxşı, Allah səndən razı olsun. Necə qurban olursan sən Allaha, bir görək. Bəli, lazım olan yerlərə pullarınızı sərf eləyin. Əks təqdirdə bədəl budur, lazım olmayan yerlərə sərf olacaq. Allah istəyən yerə xərcləməsəz, Allah istəməyən yerlərə xərclənəcək. Dərdlərə gedəcək, nə bilim, lazım olmayan yerlərə xərclənəcək. Halala xərcləyə bilməsəz, görürsən ki, getdi haramlara. Bir dənə bir övlad
Gəldi, müflis elədi səni, haram yerlərə xərcləyir. Allah istəyən yerlərə xərclə. Allah istəyən yerlərə yönəlt. Üçüncü yol yoxdur. Nə olsun, nə bu olsun. Yox, bir dənə yol var. Ya olacaq, iki dənə yol. Ya bu, ya bu. Bizim alimlərimizdən biri bu Hacı Molla Şeyx Əli Tuti. Bunu bizi ruhani dostlardan biri danışdı. Mən ondan eşitdim. Deyir, bir yerdə danışır, dedi, qayıtdı ki, Salmandan söhbət elədi. Salman da bilirsiniz də, Salman necə adam olub, başladı tərif eləməyə, imanın məsələn 10-cu dərəcəsinə çatıb və s. Orada olan deyir, alanlar bir qismi qayıtdı ki, Ustad sənə qurban olaram, bu da Salman idi da o. Biz hara salmalara. Deyir, bu qayıtdı alim ki, yaxşı gəl, Əbazərdən danışım. Əbazər bir vaxt var idi, yol kəsərdi, amma bir yer yetişdi ki, Peyğəmbər ayağına qalxır. Əbazər gəlib buralara çatdı. Qayıtdılar, Ustad sənə qurban, o Əbazərdir də. Axırda deyir, qayıtdı ki, düz deyirsiniz. Sizdən yaxşı hərməli olar, şimri olar, nə bilim, belə. Hamısı deyir, güldü, deyir, başa düşdü usta. Deyir, qarşı, ya hərməli olmalısan, ya Əbuzər olmalısan, ya şimri olmalısan, ya Salman olmalısan. Bunlardan biri olmalısan da, hansını deyim sənə? Əmirül-Mömindən danışıramsa imamdır, Peyğəmbərdən danışıramsa Peyğəmbərdir, səhabədən danışıram desən o odur. Biz kimdən danışıyıq sizə? Axı, biri olmalıyıq da biz. Bu pulun da bax istiqamət ver, bir yerə gedəcək. Vallahi bir yerə gedəcək. Batil yerə gedəcək ya, lazım olmayan yerlərə gedəcək. Haram yerlərə gedəcək. Ya da Allah istəyən yerlərə düz sərf elə. Allah istəyən yerlərə sərf elə. Yoxsa peşman olacaqsan, deyim sənə peşmançı. Bununla bağlı 2 dənə ayə deyirəm sizə Qurani Kərimdə. İnsan deyir, can üstünə düşəndə deyər, İlahi və Rəbbim irciuni məni qaytar ləalli ə'məl salihən fīmā tərəkt. Gedim keçmişimi bərpa edeyim gəlim. Keçmişimi salih əməllərlə təbdil edim gəlim. Xeyrə təbdil edim gəlim. Neyməti xeyrlə əvəzləyim gəlim. Kəlla. Yox, olmadı. Allah deyir, yox, olmadı. Mən sənə də yaxşı tanıyıram. İnnaha kəlimətun huva qailuha. Söhbətdir də eləyirsən. Bir dənə buradan kəfəni yırtcır, çıx çölə, gör neyniyəcəksən. Həmən ki insan olacaqsan. İkinci ayə, lovla, can üstə düşəndə, lovla əxxərtəni baxışları ilə deyir. Lovla əxxərtəni ilə əcəlin qərib, mənə biraz ömür ver, fəəssəddəqə, gedim sədəqə verim. Allahu Ekber. Sədəqə vermək həsrətində olur. Və əkum minəs salihin, salihlərdən olur. Allah deyir, yox, olmadı. Da bitdi, qardaş, bitdi. Xoş gəlmişsən bərzəxə. Salamun aleykum. Rəhmətullahi və bərəkatuhu. Bəzilərində məlakə deyər, salamun aleykum, tibtum, pak olduz, xoş gəldiniz. Geçin, əyləşin. İnfaqın ictimai faydası da var. Neyniyir? Yalnız dedim, bax bir yaxı öncə, qarın doyurmaq olmasın. İctimai faydalarından biri cəmiyyətdə mehr, məhəbbət yaratmalıdır. Nə zaman mehr, məhəbbət yaranar bilirsiniz? Daha da qarşı tərəfə sındıra-sındıra şəxsiyyətini əzəzə versin, onda sənə qarşı məhəbbət yaranmaz. Öpər bir də görərsən elə belə neyəsə xatır, amma sənə qarşı məhəbbət yaranmaz. İnsanlarda da ikrah hissini yaradarsan. İnfaq cəmiyyətdə mehr, məhəbbət yaratmalıdır. Və infaq eləyəndə qarşı tərəfin kamalını da fikirləşməlisən, rüşdünü fikirləşməlisən, mənəvi təkamülü də fikirləşməlisən. Onun qarnını doyurmaqla qəlbini də doyurmalısan, qəlbini də sirab eləməlisən və Allahı da ona sevdirməlisən, Rəbbi də ona sevdirməlisən. Yalnız elə onun 70 ilinə xidmət eləməməlisən, onun əbədi həyatına xidmət eləməlisən. İnfaqın fəlsəfəsi budur. İnfaqın fəlsəfəsi budur. Onu çatdır Allaha, onu qovuşdur Allaha, onu Allahı sevdir, Əhl-i Beytlə onu tanış elə. Bir dənə hadisə yazmışam, maraqlıdır, bir nəfər gəldi, İmam Hüseyni gördü, dedi ki,
Ya Əba Abdullah, bir çətinliyim var filan qədər. Da sən də çox kəramətli insansan, səni ağız açıram, mənə kömək elə. İmam dedi, kömək edirəm bir şərtlə, dedi, buyur. Elə o birisi şərtlərdən deyil, bu yaxşı şərtlərdir. Bu şərtlər ona xidmət edir. Dedi, nədir şərtin ağacan? Dedi ki, 3 dənə sual verəcəm. Birinə cavab versən, pulun 3də birini verəcəm. İkisinə cavab versən, 3də ikisi, üçünə cavab versən, 3də üçün. Qayıtdı, əmisluk, sənin kimisi mənə sual verir. Dedi, yox, nə olar ki? Dedi, ya Allah da ver, cavab bilsəm verərəm, bilməsəm səndən soruşaram. Ədəbli idi, fikir verdiniz. Dedi, buyur. Dedi, birinci sualım budur, ən üstün əməl hansıdır? Dedi, ya Əbu Abdullah Hüseyin, ya ağacan, dedi, ən üstün əməl Allaha iman. Dedi, qəşəng, birini keçdin, 3də biri götürdün yəni. Dedi ki, ikinci sual, dedi, buyur. Qurtuluşun, nicatın yolu nədir? İmam Hüseyin deyir, ha? Bu qayıtdı ki, Allaha təvəkkül, etimad eləmək, söykənmək, Rəbbə. Dedi, maşallah, bəh, əhsən. 3də ikisi də sənə halal olsun. Dedi, üçüncü sualım var. Dedi, bu da yəni ki, fikirləşirlər, Allah, bu üçüncü nə olacaq? Adam olur axardan. Dedi, üçüncü sual, dedi, buyur. İnsanın zinəti nədir? İnsana zinət verən nədir? Dedi, ağa, insana zinət verən elmi ilə yanaşı helmidir. Helmli olması, mənəviyyatda olması, mənəviyyatla yaşaması. Həm elmi var, həm helmi. Allah rəhmət eləsin. Şeyx Mufidə 2 dənə ki tələbə var idi. Şeyx Rəzi ilə Murtəza. Şeyx Mufid olan ustadı deyir, əlində olanları olan arasına bölürdü. Gəldi çatdı, bir dənə kitab qalmışdı. Şeyx Mufid qayıtdı ki, bu kitabı o kəsə verəcəm ki, bu günəyəcən həddi buluqdan da bu günə qədər günah eləməyib. Və günah eləməyən əlini qoysun kitabın üstünə. Şeyx Rəzi də əlini qoydu, Murtəza da əlini qoydu. Ondan sonra dedi, yox, bir dəqiqə tiyan. Dedi, o kəsə verirəm ki, bu günəcən məkruh eləməyib. Şeyx Rəzi də qoydu, Murtəza da qoydu əlini. Ondan sonra Şeyx Mufid qayıtdı ki, ona verirəm ki, bu günəcə mübah iş görməyib. Əməlləri ya vacib olub, ya müstəhəb. Şeyx Rəzi əlini qoydu. Murtəza əlini qoymadı deyirlər. Gözün insan aralara yetişir. Qayıtdı İmam Hüseyin ağa ki, insanın zinəti nədir dedi, elmlə yanaşı. Helim, ondan sonra dedi ki, qoy 2 dənə də verim elə belə. Dayanmadı da imam. Dedi, yaxşı, bir nəfərin elmi olmasa neynəsin? Dedi, ağa, pulu varsa pulu ilə mürüvvət. Mərd adam olsun, imkanlı olsun. Dedi, yaxşı, birdən pul olmasa, dedi, fəqir olsun, amma səbirli olsun. Yəni, özünü hörmətdən salmasın, Allahdan gileylənməsin. İndi haqqı kimdəsə varsa onu alsın, ona işim yoxdur. Bundan sıva. Neynəməsin? Səbirli olsun, fəqir olsa da səbirli olsun. İmam buyurdu, birdən bunların üçün bu da olmasa. Baxdı, dedi, ya Abdullah Hüseyin, heç nə bir göydə bir ildırım çaxsın, bunu da vursun, öldürsün, niyə yaşayır ki bu? Ağa dedi, güldü, İmam Hüseyini güldürdü, halaldır bu insana. Güldürdü, İmam dedi, buyur bu pul, halal xoşun olsun. Çıxartdı, üzüyünü də verdi ona. Ne bərəkətli adam imiş o adam. Üzüyünü də verdi, get. Üzüyü də sənin olsun. Bəli. İnfaqın ictimai tərəfi budur ki, mehr, məhəbbət yarat cəmiyyətdə. Mehr, məhəbbət yarat cəmiyyətdə, bir. Və rüşd eləsin qarşı tərəf. Mənəvi kamalına hesablansın o infaq. O cəmiyyətdə olan boşluqlar da olsun. Bu infaqın içində elmi, marifə də pul xərcləmək var. Əhl-i beyt marifəni xərcləmək üçün, bu infaq üçün burada yer var. Bəli, fəqirlərin ehtiyacını ödəmək, dostlarına ehtiyacını ödəmək. Boşluqlar da olsun. Boşluqlar da olsun. Onu görsən, Peyğəmbər zamanında ya Peyğəmbərə məsləhət edir, ya Rasulullah, neyniyək? Para xərci, Peyğəmbər deyir, belə üstündə daha yaxşı olur. Ayələr və gələn cümlələr deyəcəksən, gəlib sual verir ki, hara xərc deyək? Allah Rəsul cavab verir. Deməli, xərcləməkdən daha mühüm hara xərcləməkdir. Hara xərcləyirsən, o da onu təyin edən xərclərin infaqdır, yoxsa infaq deyil.
Bir ömürdə su tökürsən amma tikanın dibinə. Ona infaq deməzlər, tikandır. Gülün dibinə töksən, gül, qızıl gül olsa, hə, bax budur. Hələ hər su tökməklə deyil ki. Fərdi xeyri var insan həyatında, fərdi xeyirlər də çoxdur. Birini deyim inşallah da bundan da yekunlaşım. Bir fərdi xeyri budur ki, infaqın insanın xəsisliyini müalicə eləyir. Xəsislik bir xəstəlikdir. Və Rəbbə gedən yolda böyük maneədir, bilin. Hələ deyir, o belə ibadətdən zövq ala bilmir, amma bir bax gör nə xəstəlikdir. Xəstəliklər səbəb olur, mənəvi xəstəliklər. Quranda var, ayə var, və mən yuqqa şuhhə nəfsih fəulaik humul muflihun. Kim özünün içində o şuh, yəni xəsislik, baxıllıq, həsəd, kin, onu təmizləyə bilsə, nicat tapar. Xəsis insan nicat tapa bilməz. Xəsisliyin müalicəsi infaq eləməkdir. Biz istəyirik dua ilə həll eləyir, dua olsun, amma onun dərmanı infaq eləməkdir. Elə bir başını ağrıyır, qulaq dərmanı içirsən. Qardaş, başını ağrıyır, baş ağrı dərmanı iç. Xəstəlik ruhun xəstəliyidir. Onun müalicəsi infaq elə, infaq. Nə vaxt müalicə olursan, onu bilmək istəyirsənsə, yolu nədir? Nə vaxt bilim ki, da müalicə oldum, bitdi də. Demirəm, da bitdi, bundan sonra infaq eləməyəcəm, yox. Nə vaxt bilim ki, bu xəstəlik müalicə oldu? Əxlaq ustadları bir dənə qayda deyib. Deyib, bax gör, verəndə pulu, xəricləyəndə, üçün sevinir yoxsa yox, dilxor verirsən. Məlum dilxor verir də. İçində sevinc yoxdur da, gəldi haradan tapdı, mən gəl götür apar getsin. Biri var demişdi, mən verə bilmirəm, gəlin əl qolun bağlayın, götürün aparın pulu. Başa düşdü. Adam var, məhəbbətlə xəricləyir. Yoxsa xəricləyəndə gözləri də yaşarır, ağlayır, ləzzət alır, sevinir. Adam var, yox da başqa yolumuz yoxdur, verməsi olmayacaq, götür, dəqiqə götür, apar ki. Bu hələ müalicə olmayıb. Yoxsa nə gözəl qaydalar deyiblər bizə dində. İnfaqın bir ictimai tərəfindedir, bir fərdi tərəfindedir sizə inşallah. Gələn dəfə davam edəcəm, hələ fərdi xeyirləri başqadır. İnsan niyə infaq eləməlidir? Bu cümlə toxundum buna müəyyən qədər. Allah inşallah özü əlimizdən tutsun.